Salam Çinarə, hər vaxtınız xeyir olsun. Vurğuladığınız kimi kiber təhlükəsizliyi ilə bağlı məsələ hər zaman gündəmdədir və elə Azərbaycan Mərkəzi Bankı da maliyyə sektorundakı kiber təhlükələrə qarşı bir yeni müdafiə mexanizmi yaratmaq niyyətindədir və FinCERT adlanır bu müdafiə mexanizminin adı. Necə və hansı formada olacağı ilə bağlı və qarşısına qoyduğu məqsədlərlə bağlı detallı informasiyanı isə hazırda qonağım informasiya texnologiyaları üzrə mütəxəssis Rəşad Əliyevdən alacaq. Xoş gördük Rəşad bəy. Təfərrüatları yeni yaradılacaq mexanizmlə bağlı təfərrüatları sizdən eşidək, buyurun. Ümumiyyətlə, yəni FinCERT-in birinci CERT söhbətindən başlayaq. CERT Computer Emergency Response Team, yəni Azərbaycanca mənası kompüter insidentlərinə qarşı mübarizə mərkəzidir və bunların məqsədi hər hansı bir çıxmış, baş vermiş insident və ya da ki, baş verə biləcək kiber təhlükəsizlik üzrə insidentdən qarşısını almaq üçün tədbirlər görməkdir. Yəni, və Azərbaycanda bu ilə əlaqədar artıq bir neçə CERT var. Yəni, dövlət qurumları ilə əlaqədar CERT qovazı var, eyni cür, yəni Rabitə Nazirliyi nəzdində, yəni CERT az layihəsi var və bunların elektron təhlükəsizlik xidməti nəzdində CERT az layihəsi var və bunların məqsədi, yəni əhalinin maarifləndirilməsi, əgər hər hansı bir hadisə baş veribsə, digərlərində bunun baş verməməsi üçün məlumatların verilməsidir. FinCERT ilə əlaqədar bütün dünya təcrübəsini göstərir ki, yəni belə CERT-lərə ehtiyac var və həmçində əslində digər sahələr də var ki, o sahələrdə də CERT-lərin qurulmasına ehtiyac var və FinCERT-in məqsədi, yəni maliyyə sahəsi ən incə və ən həssas bir sahədir. Yəni burada pul itkisi gəlib son nəticə, yəni ki, əhalinin yəni pul itkisinə və ya hər hansı bir maliyyə yəni ziyanına və s. gətirib çıxarda bilər şirkətlərdə və həmçində əhaldə və bunun qarşısını almaq üçün yəni ki, FinCERT-lərin qurulması çox yaxşı bir təşəbbüsdür. Bu nədir? Yəni Mərkəzi Bank FinCERT-i qurur və hər hansı bir bankda insident baş verirsə, digər banklara da məlumat göndərilir ki, artıq FinCERT-in vasitəsilə ki, belə bir hadisə var, artıq Azərbaycana da gəlib və ya da ki, bu cür bir hadisə riski var və bunun qarşısını almaq üçün bu tədbirləri görün ki, sizdə bu problem yaşanmasın və beləcə, yəni ki, belə bir hadisə olduqda, yəni risk olursa və bu riskin aşağı səviyyə düşməsi, yəni ki, daha yəni qarşısı alınacaq tədbirlərin görülməsidir və həmçində onlar digər ölkələrlə, yəni beynəlxalq FinCERT-lərlə də, beynəlxalq CERT-lərlə də əlaqə qururlar və məsəl üçün Avropanın və ya Amerika qitəsində hər hansı bir ölkədə müəyyən bir insident baş verirsə və bu ölkəyə gəlmibsə, artıq onlar o barədə FinCERT-ə, mərkəzləşmiş FinCERT-ə məlumat göndərirlər ki, belə bir hadisə var və ya ki, belə bir risk var. Bunun qarşısını almaq üçün bu tədbirləri görmək lazımdır və o FinCERT digər banklara, kommersiya və dövlət banklarına məlumat göndərir ki, belə bir hadisə riski var. Siz bunun qarşısını almaq üçün belə tədbirlər görməlisiniz ki, əhali o ilə əlaqədar və ya da ki, ümumiyyətlə istifadəçilər o ilə əlaqədar bir problem yaşamasınlar. Yəni, FinCERT-lərin də qurulmasında əsas məqsəd odur. Təşəkkür edirəm. Çox sağ olun ətraflı şəkildə izah verdiyiniz üçün. Bir daha xatırladım ki, artıq Azərbaycan Mərkəzi Bankı maliyyə sektorundakı kiber təhlükələrə qarşı yeni bir mexanizm, müdafiə mexanizmi, FinCERT adlı müdafiə mexanizmi yaratmaq niyyətindədir və elə burada da aydın oldu ki, elə ekspertimiz də izah verdi ki, artıq bankların tək-tək yox, ümumi koordinasiyalı şəkildə müdafiəsini təmin etməkdir və burada əsas məqsəd elə yine ekspertimizin aydınlıq verdiyi kimi FinCERT mexanizmindən bağlı təfərrüatları eşitdik. Çatdıra biləcəklərimiz isə bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatları bizimlə bölüşdüyün üçün. İndi